Biraz hərbi hissədən uzaqlaşdım. Gecə saat 2-yə qalıbdı. İndi çəkə bilərəm. Gəlmişəm RS-in düzünə. İndi konumu da tam olaraq göstərmək istəmirəm. Amma burada göstərir ki, mən asfaltdan nə qədər arxadayam. Plus buradan da hələ getmişəm mən buralara. Yəni yol da görürsünüz də. Gecə 2-nin yarısı belə yerə 10 manata gəlinəsi deyil. Yəni qətiyyən gəlinəsi deyil. 23 kilometr şəhərdən bura. Sadəcə Qaqaş orada yazdı ki, qardaşım, hərbiçi bizi hərbi çasta çatdırmaq lazımdır. Da hərbiçi sözün qarşısında gərəkdir ki, hər kəsin boynu qıldan incə olsun. Onlar öz vətənlərini qoruyurlar, bizim vətənimizi qoruyurlar. Biz evdə rahat yatırıq, həmən hərbiçilərin hesabına. İndi bugünkü günləri də biz taksi şoferləri olaraq belə başa düşürəm ki, mən öz adımdan deyirəm, boynumuzun borcudur ki, hər bir vətəndaşın ünvana çatdıraq, ən birinci hərbiçiləri. Da gecə saat neçədir? Yox, bu yola maşın sürülməz. Yox, nə bilim, oradan geri qaydanda mənə müştəri verməyəcək. Bunların heç bir önəmi yoxdur. Məsələ hərbiçilərdirsə, məsələ vətəndirsə, heç bir önəmi yoxdur. Başqa müştəri olsa bəlkə biraz seçim qarşısında insan qalar ki, mən bu yol 23 kilometr gedirəm, boş qaydacam. 10 manata getməyə dəyməz. Belə götürək də 50 kilometr paçlı yol eləyir. Özü qruntavoy yoldur çoxsu. 50 kilometri 10 manata heç kim sürməz. Amma vətən öncə gəlir, vətəni qoruyanlar da hamıdan öndə gəlir. Allah bütün dövlət qulluğunda olan, ölkəni qoruyan, ölkənin mənafeyi üçün canını fəda edən hər kəsin ömrünü uzun eləsin, ölənlərə Allah rəhmət eləsin, başda şəhidlərimiz olmaqla qazilərimizin də kömək olsun. Biz hamımız, bütün vətən evlatları sizin qulluğunuzdayıq, sizə borçluyuq. Hər kəsən ölkəsinə bir cürlə xidmət eləyir. Biz də sizə xidmət eləyirik. Bax belə.